Salam. Salam. Başlayırıq suallarımızın izahına. Demək, Vincent van Gogh'dan danışacaq bugün. Bizə deyir ki, Vincent van Gogh rəssamdır və gəlin burada baxaq. Deyir, ən görkəmli rəssamlardan biridir. O ailədə 6 uşağın ən böyüyü olub və Niderlandda böyüyüb. Daha sonra o başlayıb London, Parisdə işləməyə, müxtəlif orada incəsənət sərgilərinə gedib. Bu da inkişaf elətdirib onun artistik bacarığını böyük şəkildə. He showed admiration. O heyranlığını göstərib bəzi rəssamlara, məsələn, hansı rəssamlar, bu Rembrandtdır, Frans kimi rəssamlara həmişə heyranlıq duyub da. Nəysə, Van Gogh'un artistik karyerası 1880-ci ildə başlayır. Mən bildim elə bu sözü var, bu decade sözü. Demək, decade 10 il deməkdir, century'də 100 il deməkdir. Nəysə, bizə deyir ki, yəni onun bu karyerası 10 il davam edib də. Mən əvvəllər də uşaqlarına demişəm, Vincent van Gogh haqqında çox reading eləmişəm. O səfalət içində ölən rəssam idi. Onun incəsənət işləri sosial məsələlərə həsr olunub və göstərirdi ki, yəni bu mübarizənin də sakinlərin mübarizəsini, yəni həyatla mübarizəsini göstərdi. Onun deyir ki, rəsmdən olan anlayışı getdikcə deyirdi daha da təkamül eləyib və o qardaşına öz rəsmi haqqında yazıb və başa salıb ki, rəsmin adını demirəm, başa salıb ki, ona necə Yapon incəsənəti ona toxunub da və o çox arzusundaydı ki, qaranlığı təbii yolla qara rəngi istifadə etmədən göstərsin də. Və o bir dənə rəsm var, Cafe Terrace at Night. Orada yalnız mavi, yaşıl, bir də bənövşəyi rəngdən istifadə edib qaranın yerinə və məktubunda da qardaşına Teo'ya o deyir, yəni bu rənglərdən necə deyim, his new way of painting, yəni yeni rəsm çəkmə yolunu məmnunluqla orada ona qardaşı ilə bölüşüb də. Yəni burada əsas fikir odur ki, o qaradan yox, fərqli rənglərdən istifadə edilmiş ki, fikrini çatdırsın rəsmdə. Nəysə, deyir ki, fərqli incəsənət işlərinə baxmayaraq onun çoxlu çətinliyi olub ki, yəni o suitable da, uyğun bir yer tapa bilmir ki, onları harda göstərsin də şəkillərini. Və deyir, onun əsərləri tanınmayıb da, o canlı olanda da, amma çox böyük şöhrət qazanıb onun ölümündən sonra və satış rekordu qırıb da. Nəysə, baxıram 23-cü sualda. Vincent van Gogh'un artistik karyerası nə ilə tipik idi? O, bəli, 10 il artistik işlə şəkil çəkmişdi. Qara rəngdən uşaqlar istifadə eləmirdi, amma iki də deyir ki, qara rəngdən istifadə edirdi. Qaranın yerinə darkness, qaranlığı fərqli rənglərlə verə bilirdi. O bir neçə əsər yaratmışdı, xeyr, yəni çox əsər yaratmışdı, sadəcə onu göstərə bilmirdi. 1-4 olacaq düzgün cavabımız. Düzgün cavab A variantı. 24-cü sualda doğrunu istəyir bizdən. Vincent ailənin ən gənci deyildi. Qardaşı ilə elə bir məlumat yox idi, Niderlanda köçdü. Niderlandda prosta he was eldest and grew up in Netherlands. Yəni qardaşına köçməyib, prosta ikisi də orada doğulublar da. Vincent van Gogh'un yəni həyatı boyunca əsərləri satıldı, bu da səhvdir. 4-də isə deyir ki, Vincent baxmayaraq ki, çoxlu şəkillər çəkmişdi, onu göstərməkdə problem yaşayırdı. Doğrudur. 25-ci sualda tekstə ad qoyanda əlbəttə götürəcəksiniz ki, məşhur dövrünün alimi, rəssamı bunu götürəcəyik. Uşaqlardan kimsə götürmüşdü ki, Van Gogh tərəfindən çəkilmiş məşhur əsər olmayacaq, unikal Yapon stili olmayacaq. D variantında Niderlandın görkəmli rəssamları, burada bir rəssamdan danışır. Y variantında sosial problemlərlə ruhlanan rəsmlər, o da olmayacaq. Qardaşına məktubu Vincent van Gogh izah edirdi ki, yəni qaranlığı necə təsvir edə bilirdi müxtəlif rənglərlə. Əlbəttə ki, A variantı olacaq. B variantında one color was enough for him to paint deyil, çünki o fərqli rənglərdən istifadə edirdi. C variantında onun ən yaxşı əsəri elə bir şey etiraf eləməmişdi və deyir ki, D variantında deyir ki, Londonda və Parisdə sərgilərdə çoxlu iştirak elədiyi haqqında məlumat vermişdi. Xeyr, yəni burada qardaşına o sevdiyi rəssamlara olan sevgisini göstərmək üçün heç bir şey yazmamışdı ki, məktubunda. A variantı olacaq. 27-də motivate, əlbəttə ki, burada to inspire yazmalıyıq. To inspire. Improve görən kimi ağızda zaten develop gəlməli idi. Develop, inkişaf eləmək. Demək, bu 29-cu cümlə isə buradadır. But again, immense popularity. Immense-in yerinə böyük deməkdir, big yazmaq olar. Popularity-in yerinə fame yazmaq olar. Şöhrət deməkdir. Yəni, bu qədər. Asan idi, amma biraz düşüncə tələb edirdi.